Bir ara hətta şey çıxdı ki, güya sizi toyda döyüblər, eləyiblər. Nazan xanım olmasaydı, bəlkə də mən indi yox idim. Tap bir dənə maşın belə də qapısı əydi, qapısı neçəyədir, o 5 dənə ev almaq olar. Dedim, mənim anam oynayırdı, bəs kim saxladı məni? Dedim ki, mən saxladım. Sən nətər saxladın? Atam yuxarıda yatıb, amma halbuki o 6 yaşı olanda atası rəhmətə gedib. Gördüm ki, yəni silah falan, ailəm qaçacaq. Onda gördüm ki, anamın ürəyi getdi. Dedim, ay mama, kiməm mən? O, belə, oğlum, onlar səni vurmaq istəyir. Mənim maşın vurub, 14 gündən sonra ayrılmışam. Həmin gündə məni aradan çıxartdı. Televiziyanın quruluşunu mən Siyavuş Hüseynlidən öyrənmişəm. Yaxşı, Mikail zamanında, vaxtında tam deyirəm. Bunu Şəbnəm Tovuzlu deyib dəfələrlə efirdə. Onları mən çağıranda adımı qoymuşsunuz bayağı. Çağırmayın da indi. Adımı qoymuşsunuz bayağı, çağırmayın da. Vaxtında, ay da, Mikail gör kimləri çağırır. Bugün siz efirinizdən düşmür. Gərək adam özü olsun da. Salam, yenidən sizin qarşınızda olduğum üçün özümü çox şanslı hiss edirəm. Bugün bizim qonağımız sevilən aparıcı Mikail bəydir. Xoş gəlmisiniz Mikail bəy. Xoş görüşdük. Necəsiz? Hər şey əla, hər şey gözəldir və illa ki gəldim, burada auranı gördüm və doğma insanları gördüm. Mən ümumiyyətlə harada çalışmışamsa, həmin kollektivlə qısa zamanda doğmalaşmışam. Mən xarakterimə irəli gəlir və burada gəldim, tanış üzləri gördüm, tanış simaları gördüm, ümumiyyətlə daha yaxşı oldum. Nə gözəl. Çox sağ olun təklifimizi qəbul edib gəldiyiniz üçün. Sevə-sevə. İnşallah ki, bugün özümüz olacaq da Mikail bəy. Mən heç vaxt qeyri özüm olmamışam. Bir dəfə olmuşam, qeyri. Onda da görmüşəm ki, alınmır. Alınmır da, yəni gərək adam özü olsun da. Bəli. Siz həmişə uşaqlıqdan yəni baxmışam bəzi videolarınıza, müsahibələrinizə. Uşaqdan utancaq uşaq olmusunuz siz. Çox. Ümumiyyətlə, indi də mən çox üzr istəyirəm bizə tamaşa edənlərə. Mən Qaynatamgilə gedəndə hələ, yəni son dönəmlərdə, gör neçə ildir ki, mən ailə qurmuşam, son dönəmlərdə mən orada çörək yemişəm. O dərəcədə. Bəli. Baxanda incəsənət adamsınız da, yəni incəsənət adamları o qədər. Yox, bu yalnız və yalnız qohum məğrəbəyə aiddir. Yəni kənara aid deyil. Yəni heç bir qohum deyilməz ki, mən gedib, məsələn deyir, uzaq bir yolu getmişəm və axşam onlarda qalmışam. Mümkünsüzdür. Yəni sıxılıram, qohumlardan elədir ya. Yəni, amma qeyri tanışlarda, belə tanıdığım adamlarda çox rahat oluram. Nəsə qohum içində, nə bilmirəm də, niyə belə, amma uşaqlıqdan olur. Bu məncə ailə tərbiyəsindən, düzgün tərbiyədə əslində bu, mən belə deyərdim, çox düzgün tərbiyədir. Ailə tərbiyəsindən gəlir. Mən elə düşünürəm. Amma biraz da, nə bilim, o qədər, bizdə bir söz var, indi bölgələrin bəziləri bilir, gözə qıpıq. Aha, bəli. Belə, o qədər ki, elə olmuşam ki, olmazlar olub, ki, ayaman olmaz, ayaman, məsələn, mənim artıq həddi buluğa gəlmişdim mən bir 16-17 yaşım var idi. O yaşa qədər elə bilirdim ki, adamın evi olmaz. Adam qapıdan qapıya köçər. Yəni, mən anadan olandan ki, biz kirayələrdə yaşamışıq və həmişə o qorxu olub ki, işığı çox yandırma, bəs ev sahibi gələr, deyinər, həyəti korlamadı. Uşaqlıqda ki, adam ki, bir balacı ki, istədiyi, amma istədiyi o rəftarı, məsələn, kiminsə evində eləyə bilmirsən, çünki kiraya qalırsan, eyni həyətdə qalırsan, xazeyn deyirlər də, rus demişkən, ki, ev sahibinin, bu olmaz, o olmaz, ananın günüdür. Ki, yəni, rəhmətli yanam o qədər ki, məni elə saxlayıb ki, bunu eləmə, onu eləmə, mən elə uşaqlıqdan olmazlarla böyümüşəm, bəlkə də ondan irəli gəlib. Bəlkə də, Allah rəhmət eləsin ananıza da, çox gözəl atanız var. Allah ömür versin, sağdır da. Bəli. Ömür versin. Çox gözəl tərbiyə ediblər doğrudan sizi. İzlədim bəzi müsahibələrinizi doğrudan da. Allah tanrıza da ömür versin, ananıza rəhmət eləsin. Amma bəs adaptasiya dönəmi çox çətin olmurdu. Elə köçə, belə deyim də, yeni bir məkan, yeni bir ev, məhəllə. Yəni onda uşaq olmuşam da, yəni hətta sevinirdim.
Ki yəni mən anlamırdım ki, yəni sən sevinirdi ki, bacımla mən sevinirdim ki, indi də başqa evə köçürük, indi də başqa yerə gedirik, indi də başqa yerə. Amma bir yaş dönəmi gələndən sonra fikirləşdim ki, həqiqətən də adamın öz evi olar. Evi də mən bir neçə dəfə danışmışam onun dostlarımla. Evi də mən elə bir sürpriz elədim ki, evi sevimli şou zamanında birdən-birə mənə çox pul gəldi. Yəni həddindən mən ailə qurdum. Mənim ilk evladım dünyaya gələndə belə biz Sabunçuda qalırdıq. Buruğun dibində qalırdıq. Neft buruğunun dibində. Kirayə qalırdınız? Yox, orada biz əvvəl yataqxanada qaldıq. Aha, bəli. Nərimanov rayonunda. Atam tramvay trolleybus parkında işləyirdi, tramvay sürürdü. O şəhər içi 6 nömrə, o Nərimanovda. Bizə yataqxana verdilər. Biz yataqxanada qaldıq və sonra atam bir hadisə oldu. Bu hadisədə biz dərhal o evi əlim yanında satmalıydıq. Zaten 2 otaqlı bir yataqxanada ev idi. Satdıq və 1 otaqlı bir evə gəldik. Çox ucuz bir qiymətə, damı yox. Yəni daşdı, daşın içindən ilbizlər yeriyir falan. Yağış yağanda evdə vannalar düzülür. Çox dönədən özür istəyirəm. Yəni duş falan o şeylər yox idi. Bir daxma kimi bir şey idi. Orada da biz o şam ağacından düşən ki o qozalar var da, onları yığıb biz hamamda qalırdıq da, yəni bu yuyunmaq üçün. Və qızım dünyaya, birinci qızım dünyaya gəldi. Yəni biz elə mən bir otaqlı idi, bir pərdə çəkirdik. Elə bir şeydə, elə bir şəraitdə. Yəni tam şəraitsiz də mən evdən çıxanda belə deyək, sümküloklar olurdu. Keçirdirdim ayağıma. Halbuki mən aparıcıydım onda. Ki sevimli şou idi. Yox da tam belə də hə də məşhur idim də indi baxan bilirdi ki, deyirdi ki, ilahi bunu görən nə imkanları var. Birdən-birə toy biznesinə girdim. Mənə dedilər ki, Allah Nofə Süleymanova rəhmət eləsin, bizim ansamblda gitar ifaçısı idi. Dedi ki, sən yaxşı diksiyan var, toyları apara bilərsən. Dedim, yox, toy. Dedi, yox, sən yaxşı toy apararsan. Girdim toy biznesinə və bölgələrdə çox sevdilər məni. Bir toy, toydan toy və belə deyim, mənə aldığım maaş ancaq bəs eləyirdi evdə. Və birdən-birə gördüm ki, çox pul gəlir. Yəni bir gecənin içində o şabaş deyirlər də, əlavə falan mən başladım evdən gizlətməyə bunu. Yığmağa, kənarda yığmağa. Kənarda yığırdım. Evdən bilmirdilər axı mən nə qədər pul qazanıram, nə qədər gətirirəm. Başladım, yığdım, getdim, torpaq aldım. Heç kəsin xəbəri yox. Torpaq alandan sonra başladım evi tikdirməyə. Heç kəsin xəbəri yoxdur. Məsələn, zəng gəlir, usta zəng eləyir, güya ki, başqa adamla danışıram, çıxıram. Hər şeyi, onda avtomobilim də yox. Da yəni belə. Ondan sonra qaça-qaç qova-qov 2 ilə mən evi tikdirdim. Evi təkcə tikdirmədim ha. Halbuki bizdə paltar yan olmayıb, heç vaxt qabı yan olmayıb, hamamda duş olmayıb, vanna deyildi, heç nə olmayıb da, yəni bildiyiniz heç nə olmayıb. Və evi tikdirdim. Evi tikdirmək bir başqadır. Evi bəzədim, pərdəsinə qədər, yorğan döşək sırıtdırdım, qab-qaşığı, yəni evi o vəziyyətə, həyəti o vəziyyətə gətirdim ki, yəni gir yaşadı da, yəni tam ayaqqabılar və dolabda, bildiyimiz şifanerdə, razmerə qədər anamın paltarları, atamın paltarları, bütün ona aid, hamamda da hər şeydə, bütün hər şeyi və çaynikə qoydum qazın üstünə, çay dəmlədim, gəldim evə, dedim ki, bir torpaq görmüşəm, pul yığırdım, güya ki də az-az pul gəlir. Dedim, gedək o torpağa baxaq, mümkün olsa, imkanım olsa o torpağı alım Zabratda. İnşallah ev tikdirərik, sevinirlər evdə, hələ onda bir qızım var idi. O aləm dəyib bir-birinə ki, mənə müşfiq deyirlər evdə də, müşfiq bəs torpaq alıb, ayda, bunlar üçün yuxudur axı o, yuxudur. Gəldim elə məhəlləyə girəndə, dedim, dostumun evidir, girək, halbuki mən verim. Dedim, dostumun evidir, girək evə, gözlüyüm makler gəlsin, gedək torpağa baxaq. İçəri girdi, içəri 2 mərtəbəli ev, yəni yuxudur axı, 1-ci mərtəbədə də hamam, 2-ci mərtəbədə də hamam, bu biraz belə pis çıxır bunu demək, özünü göstərmək kimi, yəni mən tam açıqlamasını verirəm ki, hansı şəraitdən, hansı şəraitə ki, yəni, jacuzzi falanı, yəni birdən-birə, axı
Yəni ola bilməz, bu mümkünsüzdür. Hər otaqda televizor, hər otaqda nə bilim soyuducu, paltar yuyan qabı, hər şey var. Dedim ki, buyurun, bu bizim evimizdir. Onda gördüm ki, anamın ürəyi getdi. Hamı başladı əsməyə, necə yanı? Dedim, 2 ildir sizdən gizlədirdim. Bu evi tikdirmişəm, buyurun. Və biz həmin evdən ki, gətirmişdim, o evə qayıtmadıq. Zaten evdə nə var idi ki, o qayıdaq. Və bir də o evə qayıtmadıq. Yəni sabunçuda olan, burğun dibində olan, indi baxacaqlar, bilirlər, köhnə qonşularımı salamlayıram. Ki, yəni, dəhşətli bir palçıq olurdu. Ora palçıq deməkdir, o mazot ki, qarışırdı, palçığa falan, ayaqqabıları gizlədirdim. Deməli, o sabunçudan üzü yuxarı bir yol gedir. Orada bir daşın arasında həmişə ayaqqabılarımı gizlədirdim. Ki, gəlirdim, orada qaloşları gizlədirdim də. Ondan sonra oradan geyinirdim, gəlirdim evə. Yəni, toy biznesi mənə belə uğur gətirib. Birdən belə 180 dərəcə dəyişim olur. Yəni, heç kim gözləmirmiş öz ailə üzvləriniz. Yox, heç kəsdən... Biz də seviniblər, indi təsəvvür edirəm. Hə, sevindilər, düzdür. Ondan sonra anam, Allah rəhmət rəhmət eləsin, anama onu göstərdim ki, heç olmasa yaşasın da, yəni atrofiya xəstəsi olub mənim anam və get-gedə yaddaş itdi. Mən bir şey deyim, deyirlər möcüzə falan, nə bilim, dünyanın neçənci möcüzəsi. Mən bir möcüzəyə inanıram. Bu reallıqdır. Həkimlər də yəqin ki, izləyərlər o həmin həkimlər ki, o anama baxan həkimlər. Ki, hamı şokdaydı. Niyə? Bu adamın 22-23 kiloqram çəkisi qalıb, solub, heç kəsi tanımır və xırıldayır və can verir. Və heç kəsi tanımır da. Yəni, tanımaq o tərəfə də sadəcə bir insan belə baxır və 22 kilo çəkisi qalıb. Nə su içir, nə yemək yiyir. Artıq hamı bunu gözləyir ki, canını tapşırsın. Ölümünə dəqiqələr qalmış. Dedim ki, onun qulağına ki, dedilər ki, yaxınlaşmadı, onsuz da özündə deyil də. Yəni, tərpənmir ki. Dedim, mama mən kiməm? Ay mama, qışqırdım. Yəni, ondan böyük möcüzə yoxdur. Dedim, ay mama, kiməm mən? Birdən belə içimə gəldi. O, belə, oğlum, dedi bu səslə. Üstdən bir neçə dəqiqədən sonra canını tapşırdı. Yəni, dünyada ondan, yəni, mən möcüzəni onda gördüm ki, bu adam yaddaşını hər şeyi itirib, tanımır. Yəni, 2 ay idi, o nəvələrini tanımırdı. Elə bir xəstəlik idi ki, indi bilərlər də həkimlər ki, Allah heç kəsin başına gətirməsin. Məsələn, birdən-birə deyirdi ki, sakit olun, atam yuxarıda yatıb, amma halbuki o 6 yaşı olanda atası rəhmətə gedib. O elə bilir ki, qız uşağıdır, elə bilir ki, evdədir. də yəni bizi heç kəs tanımır da, bir məni tanıdı. Düz son nəfəsinə qədər məni tanıdı. Məsələn, mən hərdən mənə qınayırlar şeydə, mənim iş yoldaşım Xamis dedi ki, bir gün, elə mən belə də son dəfə biz MTV televiziyasında çalışanda, o həmin dönəmlərdə anam can verirdi. Deyirdi, sən bunu necə edirsən? Reklamda çıxırdım, axı gözləyirdim. Deyirdim ki, necədir? Tapşırmır, deyirlər, yox. Hə, neyinir? Deyirlər ki, qışqırır. Məsələn, durduğu qədər qışqırırdı. Qışqırır, səsini də eşidirdim. Hə, deyirdi ki, indi efirə girəndə, bəli, əzizim, deyirdi, sən bunu necə edirsən ki? Dedim, cəmaat bilmir, axı, mən cəmaata necə bir izah edeyim ki, mənim evimdə problem var. Yəni, heç nə rahat deyil mənə elə gəlir. Düzdür. Heç nə rahat deyil. Allah rəhmət eylesin. Baxdım, ananızın şəklinə baxdım, çox gözəl qadın olub. Doğrudan da baxdım. Çox nurani xanım idi. Allah rəhmət eylesin. Allah rəhmət eylesin. Bir də uşaq vaxtı deyirsiniz ki, çox döyülmüşəm məhlədə. Hə, o qədər. O qədər. Çəlimsiz uşaq olmuşam. Heç vaxt idmanla məşğul olmamışam. Həvəsim olmayıb da idmana. İdmana həvəsiniz yox idi. Onu soruşmaq istəyirdim ki, niyə incə sənət, idman yox? Yox, idmana bir dəfə idmana getdim, güləşlə güya məşğul olacaq. 2 gün getdim, 3-cü gün ayıldım ki, 14 gün üstündən keçib mən beyin travmatologiya institutundayam, mənim maşın vurub 14 gündən sonra ayılmışam. Mənə lazım idi qışda marojna. Yəni ki, güləş mənlik deyil axı. Sonra bir ara getdim boksa, onda tara gedirdim. Getdim boksa, Süleyman müəllim var, o Rusca deyirlər, mən bilmirəm, onun Trudavoy rezerv var, bu Nərmanovda, Montində. Həvəsləndim ki, boksla məşğul oldu. O, bandamın zadı, filmlər zadı gedirdi. Və niyə nifrətim var, belə deyək də, məcazi mənada o bandama, Schwarzeneggerə peşman olurdum. O vaxt retro kinozalı falan var idi. Bəli, 6-cı gün. Həmidə xanım, Ayaz Salayev.
onlar aparıcılıq edirdi və Allaha yalvardım ki, ay Allah, bu gün axşam onda bir dövlət televiziyası var idi, özəl kanallar falan yox idi. Deyirdim ki, heç olmasa bugün, heç olmasa Hint filmi olsun da, yəni Bayevik deyilən bir davadalaş filmi olmasa, peşman olurdum. Uşaqlar bağırdı, həvəslənirdi. Mən də düşdüm aşağı, çırpırdılar məni. Ki, yəni uşağı biri Vandam olurdu, biri nəminə. Mən yalnız və yalnız mən Mithun Chakraborty ola bilirdim ki, Hint filmlərinə baxmağa, romantika falan. Amma niyə deyirəm ki, buradan deyirəm ki, belə də niyə? Uşaqlıqda nəyə sevinir, ona görə çırpırdılar məni. Məsələn, yaşadığım xalam oğlu var. Aha. Rayondan gəlirdi masaldan bizə. Anlamırdım ki, bu 3 gündən sonra gedəcək. Sən axı məhəllədə Kamranla, sonra Rəşadla biri oynayırsan axı. Sən 3 gündən sonra yenə düşəcəksən. Sevindiyimdən bilmirdim, neyiniyəm, yuxarıdan o yataqxanada onları indi oynamışam, söyürdüm onları ki, yeniden də xalam oğlu bizə gəlir. Onlar dedi ki, yaxşı da 3 gündən sonra səndən danışarıq. Yəni, qəşəng məni, yəni... Siz də dəcəl olmuşsunuz da onda. Dəcəl olmuşam, amma yəni, döyülmüşəm də həmişə. Və həmişə də, belə deyək də, qolu qüvvəli uşaqlarla dostluq eləmişəm. Niyə? Onlar da mənim xarakterimə görə dostluq eləyiblər. Mən zarafat eləməyi sevmişəm ki, irəlidə olmağı sevmişəm. Düzdür, meyxana falanı yazılı surətdə yazırdım ki, onlar toplaşırdı, mən onlara meyxana falan deyirdim. Onlara da xoşuna gəlirdi. Amma qaldı ki, davadalaş mənə niyə olmayıb? Hansı davadalaş olubsa, ən birinci yumruq mənə deyib. Bəs incə sənətə maraq necə yarandı? Hardan yarandı? İncə sənətə maraq, uşaqlıqdan məndə incə sənətə maraq olub. Evdə, məsələn, mən yuxudan duranda görmüşəm ki, atam həvəskar olaraq gitarada Dağları Duman Alandanı ifa eləyir. Yəni, o gitaranın səsini eşitmişəm. Sonra məni apardılar 8 saylı Qaraqarayevada musiqi məktəbini. Mən tarix ixtisası üzrə tarix bitirmişəm. Fikrət Manafovu salamlayıram. Yeri gəlmişəm, mənim tarix müəllimim. Mən 1-ci kursda oxuyanda, onda sonuncu kursda oxuyurdu. İndi Respublikanın xalq artisti Elçin Həşimov tarixda. Tarix da yaxşı ifa eləmişəm. Sonra festivalda yer tutmuşam. O vaxt Seygahı, Çardaşı ifa eləmişəm. Hacıxan Məmmədovun 2-ci konserti var idi, onu tarixda. Amma sonra ardınca getmədim. Tarix qaldı. Sənətlərimi, yəni mən 3-cü qrup üzrə İncə Sənət Universitetində daxil olmuşam. Sənətşünaslıq deyəsən. Sənətşünaslıq fakültəsinin, ədəbi yaradıcılıq və ekran dramaturgiyası ixtisasını. Onda da yəni müəllimlərimi salamlayıram. Allah Aydın Dadaşova rəhmət eləsin. Aydın Dadaşovun çox sevimli, mənim də qrup yoldaşlarım da yəqin ki izləyirlər. Sədi 100% izləyəcək. Sədini salamlayıram. Bizdən yaşca böyük idi Sədi. Yəni Aydın Dadaşovun ən sevimli tələbəsi olmuşam. Çünki yazdığım senarilərə görə ilk 1-ci kursdan onlar, yəni yaxşı senarilər yazdım. Daha sonra Fərdə Xudaverdiyevgil eşitdilər ki, onlar kommersant komandası var idi, Şən Hazır Cavablar klubunda. Gəldilər İncə Sənət Universitetinə ki, bizə yaxşı senarist lazımdır. Fərda ilə, o vaxt heç Fərda da belə də, yəni tanınmırdı. Ondan sonra dedilər ki, bəs burada yaxşı senarist Mikail'dir. Sonra başladım onlarla bərabər çalışmağa. Mən senari yazırdım. Onlar oynayırdılar o senarini. Zaten sonra hərbi xidmətə getdim. Hərbi xidmətdən qayıtdım. Onu da dedim ki, hərbi xidmətdən qayıdanda mən təxmini bir 10 gün o deyirləri batinka, əskər. Aha, belə. Mən onunla gəzmişəm. Çünki evdə məndən gizlədirdilər ki, yəni işsizlik, tramvay parkı bağlanmışdı, iş yox idi, atam işləmirdi falan. Yəni bildiyiniz çox pis bir şərait idi. Mən əskərlikdən gəlmişəm, sevinclə, indi əskərdən gələndə biraz oldu adam belə. Rofda falan, əskər gəlmişəm. Gəldim, gördüm, yox, vəziyyət çox çətindir. Sonradan getdilər, bizim bir qohum var, o ayaqqabı satırdı. Ondan ayaqqabı götürdülər ki, yayın günüdür də. Mən iyulun 16-sı gəlmişəm. Ki, heç olmasa ayaq yara olmasın. Ayaqqabı. Yəni, çörək almağa pul yox idi belə. Onda bacımı işə düzətmişdilər, pul almırdı. Pekarni deyirlər də, orada çörək sexində işləyirdi, gecə işləyirdi. Uşaq idi o da, 9-da oxuyurdu. Orada işləyirdi, səhər 2-dən çörək verirdilər. Ki, o elə dolanırdı. Sonra
mən yenə vurğulayıram, Allah Oktay Əliyevə rəhmət eləsin. Allah Elçin Əlibəyliyə can sağlığı versin. Soy Production, Siyavuş Hüseynli, mən borcluyam o kəslərə, Siyavuş Hüseynliyə, Yaşar müəllim, var olsunlar. Atam elə küçədə addımlayanda Elçin deyib ki, Elçin məni o vaxt tanıyırdı, Əlibəyli. Deyib, Mikail neynir? Deyib, heç əskəridən gəlib iş yox, belə. Mən onda hazırlaşırdım ki, Razində, yəni Başqanovda, o vaxt Krapiva şampunları, Kizitkan. Bir-iki dəfə getdim, satdım. Amma görürdüm ki, yox da, yəni bazar mənlik deyil, bu bazar mühiti mənlik deyil, amma məcburiyyətdən. Sonra deyiblər ki, bəs gəlsin də, yəni Mikail gəlsin. Mən elə getdim, Elçin Əlibəyli deyib ki, sabahları gəlsin. Sabahsı gün, yəni əlbəttə ki, yol pulu yox, Nərmanovda yaşayırdıq da, yataqxanada. Üz qoydum yolun kənarı ilə, keçdim, indiyə qədər yadımdadır, 5 nömrəli xəstəxana, sonra düşdüm, yavaş-yavaş getdim. 20 yanvardaydı onda. İndi başqa bir, nəsə, idarə eləyiblər oranı. Bu 4 yol ayrısında 20 yanvardan biraz qabaqda, yəni böyük bir bina 12-ci mərtəbəsində. Dedilər, senari yaz. Mən də başladım senari yazmağa. Başladım obrazlar, çalçağır. Zaten çalçağır əvvəl bıçaq-bıçaq idi. Sonra başladıq, mən senarilər yazdım. Dilarə xanımı salamlayıram buradan. Dilarə xanımın, Allah Tünzaləyə rəhmət eləsin, Toppuş bacı, Key xanım. Onlardan əvvəl Ramizgilin, rəhmətli Ramizgil, o qəzaya düşdülər Azər axşamına. Böyük xanım, kiçik xanım. Onları yazmağa başladım. Vəssalam, daha sonra. İlk işiniz olub, hə, sizin? Bəli. Çox maraqlı idi. Mən yadıma gəlir, izləyirdim onu. Mən yazırdım onları. Çox maraqlı idi. Yazırdım və belə deyək, televiziyada tələbkarlığı, televiziyanın quruluşunu mən Siyavuş Hüseynlidən öyrənmişəm. Halbuki, belə deyək, çox tələbkar olub Siyavuş müəllim. Yəni, dəhşət tələbkar idi ki, məsələn, mən cavan uşağam, yaşım azdır, 21 yaşım var, gəzib dolanmaq istəyirdim, gəzirdim, birdən gecənin yarısı yadıma düşürdüm, birdən Siyavuş Hüseynin belə siması gəldi gözüm qoyur, mən səhər tezdən senari verməliyəm. Yəni, mən onu verməliyəm də. Həm də o dönəmdə də elə bir problem olurdu ki, yəni də evin sosial problem, çörək tapmırsan falan, onunla belə mən yumoru fikirləşməliydim də, o yumoru yazmalıydım mən. Onu mən yazmalıydım. Ondan sonra, daha sonra layihələr oldu. Azad Azərbaycan televiziyasının, demək olar ki, bir dönəm əksər bayramlarını mən yazmışam. Bizə gənc yaşda, halal oldu yəni. Mən yazmışam. Sonra Zara xanım var idi. Sonra desən Azərbaycandan köçdü, ailə qurdu. Türkiyə yenidən qayıdıb. Mən çoxdan da görmürəm. Zara xanımın da sonradan Zaur Baxşəliyev apardı həmin verilişi. Həmin layihəni də mən təqdim eləmişəm. Yax kimi layihəsi var idi. Mənə Zara xanım müraciət elədi ki, Mikail, bəs sən yazmağı bacarsan bir layihə ver. Həmin layihəni mən verdim. Sonra aparıcılığa da anidən mən gəlmişəm. O vaxt bir production var idi. İndi də var production. Deyəsən, toylar falan çəkirlər. O vaxt Dubulbom verilişinin... Space Televizyon gedir. Space Televizyon. Dubulbom verilişinin onlar reklam çəkirdi. Təsadüfdən gəldilər ki, bəs bizə bir senarist lazım. Mən Soy Production'daydım. Dedim ki, mən yaza bilərəm Dubulbomu. Yəni, artıq puldur da. Yəni, indi qədər $50 alırdım aya. Onlarda da necə idi? Fasilə olurdu 1 saat məndə Soy Production'da ki, o 1 saatin içində tez minirdim metroya, çıxırdım sahil metrosundan, gedirdim, otururdum kompüterin qabağında, baxırdım kadrlara, yazırdım, qaça-qaça gəlirdim və bir gün bunlar dedilər ki, Davam ya Tamam adında layihə var. Yox, dedilər bir layihə var, qutular açılır, bağlanır, onun senarisini yaz. Mən yazdım senarisini və başladım danışmağa. Danışanda dedilər ki, sən yaxşı danışırsan da, elə bu layihəni sən apar da. Dedim, yəni mənə də həmişə gülməli gəlib ki də, yəni adam necə həyəcanlanır. Yəni mən heç vaxt həyəcanlanmamışam. İlk dəfə çıxanda da həyəcanlanmamışam. YouTube-da var həmin kadrlar ki, mən heç vaxt həyəcanlanmamışam. Yəni ilk dəfə kamera qabağına çıxma.
Çünki o Dilara xanımdan, yəni hamıdan görmüşdüm deyə o qazanın içindəydim. Yəni mən 2-2 idi də çıxım danışım. Çıxdım ilk dəfə Davam tamama. Onda da nəyəsə qurban oldum. Bir adamın sözünün qurban oldum, oradan məni uzaqlaşdırdılar. Neçə müddət işlədiniz orada? 2 ay idi. O söz var, deyir, nə yatdım, nə də yuxu görəm. Elə təzə-təzə həvəslənmişdim. Dedilər filan elə bir şey o layihənin o sahiblərindən xalası qızı deyib ki, bəlkə bunu başqa aparsın. Mən xala qızın sözünə görə mən uzaqlaşdım. Allah canları sağ eləsin. Amma yəni Soul Production-da işləyirdim. İşləyirdim, işimə son verməmişdim. Davam verməmişdim. Sonra Cəsarət müəllim o qol güləşi üzrə. Cəsarət müəllim ki, o da elə belədən ki, yəni məni sadəcə görmüşdülər ki, bu oğlan nə coşub daşır, danışır. Bəlkə qol güləşini Mikail aparsın. Getdim o vaxt ki, Lider televiziyasında onu da apardım. Və o dönəmdə də elə bir dönəm idi ki, onlar məni çox əlimdən tutdular, Cəsarət müəllim ki, o qol güləşi layihəsi pul baxımından, çünki mən yeni ailə qurmuşdum və artıq qızım dünyaya gələcəkdi, xərclər var, falan var. İndiyə qədər yadımdadır, bəlkə də o məndə travmadır, bəlkə də qohumlar məndən incəyəcəklər. Yəni, bütün qohumları nəzərdə tutmuram. Yəni, əksər qohumları, ata qohumlarına söhbət getmir. Ata qohumları yox. Zaten atamın kimi var ki, ana yox, ata yox, bacı yox, qardaş yox, atam təkdir. Deməli, o travma nədən məndə qalıb ki, nədən sözü gətirirəm? Qızım dünyaya, yox, üzr istəyirəm. Mənim ilk evladım tərəf olub və elə bir dönəm idi ki, zəhərləmə verə bilərdi, ana dünyasını dəyişə bilərdi və mənə bir gecə ilə pul lazım idi. Ki, yəni, mən onda Mikail deyil idim, adi bir işçidə kim idim ki, mən? Və ata qohumları yoxdur onsuz da. Yəni, indi var, yəni, o imkanda deyirlər. Üst tutdum gecə ilə ki, dedim, mənə pul lazımdır. Qohumlarıma, halbuki bir də imkan var, kifayət qədər imkan var. Dedim, axı, mən əlim yanındayam, yəni, uşaq tərəf olub və sağlamlıqdır da, yəni, yox, burada örümdirin mübarizəsi vermədilər. Gəldim Cəsarət müəllimə, üzüm keçi təzə düzəlmişəm, mən qol güləşirəm, mən necə gedim deyim, amma məcburam. Amma qohumlarda var idi, verə bilərdilər. Bəs nə deyib vermədilər? Vermirəm, çünki biz kasıb olmuşuq deyə. Məsələn, indiyə qədər yadımdadır mənim, biz qohum toyuna gedirdik, dedilər, kesin qırağıya, sən can güləddin, atamı dedilər də, anama xatirə, sən can toya da uşaq gətirərlər. Durun buradan falan. Nə oldu indi? Nə oldu? İndi hamısı yaxın qohum. Yox, nə oldu indi? Çünki sayılmırdıq, seçilmirdik. Yəni, indi deyirlər ki, məsələn də bəzilərini nəzərdə tuturam, yəni hamısını nəzərdə tuturam. Falan toyda sən olmalısan, falan toyda. Nə oldu? Bəs mənim o biri xalam uşaqları, dayım uşaqları keçib başda əyləşəndə mənim atamı siz masadan durğuzurdunuz ki, Gülədin, sən dur burada qonaqlar. O mənim heç yadımdan çıxmaz, bir qohum toyundaydıq. Həvəslə toya hazırlaşmışdıq. Atam da, yəni, kasıbıq da, biz kasıbıq. Gəldilər, verədilər, dur. Biz də qıraqdaydıq bazında. Durun görüm. Yəni, siz oturun, 2 nəfər uşağı da otuzdurdular. O biri qohumu otuzdurdular. Ki, mən belə şokda qaldım ki, niyə? Oturmuşduq da, biz niyə? Yəni, o məndə bir travma qalıb. Ona görə də məndən inciməsinlər. Bugün hərdən deyirlər ki, Mikail kobuddur falan. Mən kobud deyirəm, siz mənə belə kobud. Bəzilərindən yenə danışırım. Siz mənə kobud elədiniz də. Siz mənə elədiniz. Mənim rəhmətli anam zəng eləyirdi ki, bəs də filan pul lazımdır, filan da, yəni yoxdur axı, evdə yağ yoxdur pişirməyə. Nə də yoxdur da. Hə də yoxdur da, bəs onda belə. Ondan sonra getdiniz, borc aldınız. Cəsarət müəllim sağ olsun, Allah onun canını sağ eləsin. Dedim ki, vəziyyət belədir. Həmin vaxta kimi tanımırdınız Cəsarət bəyi? Yəni təzə tanış olmuşdunuz. Yeni də məni dəvət edib, kişi dəvət edib layihəsinə. Yeni dəvət edib. Yeni dəvət edib.
Yeni də bir şey yadımdan çıxmaz, qoy bunu deyim. O bəzi qohumlardan deyər ki, nə vaxt olub? Bir faktı da danışım ki, ben utanıram da kimləsə gedib pul istəməyə falan bəs. İndi də elədi. Yəni Allah şükür heç kəsə möhtac deyiləm. Mindim o vaxt belə karsan raflar var idi. Getdim və həqiqətən də çox pis bir dönəm idi. Mənim atama pul lazım idi. Getdim bir qohum gilə. Bilirəm ağa imkan var. Axı bilirəm. Dedim belə. Dedilər yoxdur. Və onlar bilmədi ki, mən kənddən çıxıb rayon mərkəzinə çatana qədər neçə partiya deyək də ağlamışam. Ki əsəbdən ağlamışam ki, yox da, yəni bunu mənə qarşı eləmək olmaz. Bunu mənə qarşı eləməyin, darıxmayın da, qoy mən universitetə hazırlaşırdım. Mən müəllimlə falan yanına getməmişəm. Tüm qovum məğrəbə gedirdim. Bizim imkan yox idi, amma universitetə hansı müəllim yanına gedir? 11-ci sinifdə. Gəlirdilər ki, qohumlardan, indi bilirlər kimi deyirəm. Yəni, laf doğma qohumlar. Sən canı, sən də atın kimi tramvay sürə. Sən canı, boş-boşuna, nə kitab oxuyur bu? Mən getdim öz müəllimsiz universitetə girdim. Mənlə eyni hazırlaşan qohumlar, eyni hazırlaşan kəsildilər. Belədir. Özlərini itiriblər onları. Nətər özlərini itirib? Girəydilər də universitetə. Nə oldu girə bilmədilər? 3 ildən 4 ildən sonra girdilər. Savadları çatmayıb. Yox, məni eləsəydin. Bir dəfə kənddə belə deyə, Allah nənəmə rəhmət etsin, həmişə bizə belə şey baxıblar. Samavar itdi həyətdən. Mən Bakıdan gəlmiş uşağam, mən hardan qanıram, samavarı götürüb aparım rayona kiməsə satım. Bu nə cəfəngiyyatdır, bu nə absurd fikirdir. Kasıbıq axı, o birilərinə demək olmaz. Toyu deyir, sabahsı gün toydu, bütün qoğumlar hamı yığışıb. İndiyə qədər yadımdadır, 2 mərtəbəli belə, o fragment yadımdan çıxmaz. Uşağım da 6-da oxuyuram, ya 5-də oxuyuram. Belədirlər. Samavarı 100%, mən müşfik deyirlər. Müşfik götürüb aparırsa, müşfik eləyib, o biri xalamda gəldi belə deyir. Püs sənin üzü və hamının içində dondum qaldım. Mən niyə? Pulumuz yoxdur, nədir? Yazığıq. Ona görə də məni kimsə qınaya bilməz. Eynən. Bugün hərdən də qınayırlar ki, Mikail, indi düz deyirəm o, sevimli şov vaxtında eləyirdim. Mən niyə qınayırdılar və verişimi də bağladılar? Niyə? Mən efirdə qeyri-etik söz danışmamışam. Qeyri-etik hərəkət eləməmişəm. Xalq musiqisini göstərmişəm. Bugün vaxtında Mikail Bayağı, Allah rəhmət eləsin Balağından Əşrəfova, Məhəbbət Kazımova. Mikail onları göstərdi, hamı verir, bayağılıq, nə bilim, bayağılıq. Bugün yeni aranjmanda hamınız oxuyursunuz da onu da. Hamınız oxuyursunuz da onu. Mikail neynirdi? Yəni, Mikail neyniyib? Ümumiyyət, hər adam fikirləşirəm ki, mən neynəmişəm. Eynən, onu düşünürdüm ki, niyə bu qədər tənqid olunur? Mən neynəmişəm ki, əl çalır tamaşaçı. Burada bayağı nə var? Toyda əl çalmırsan. Hamışa İbrahim Tatlıses'in verişində, baxın, hamı durub oynayır. Onu qınamırdılar. Abi, o verişində cəmaat durub oynayır. Neyini söyür? Söymür axı. Oynayır da cəmaat oynayır. Bugün televiziya aləmində o aparıcı göstərsin ki, masovka deyirlər. Tamaşasını pulsuz çağırır. Pulla çağırırlar. Pulla 2 manat 3 manata çağırırlar. Bunu da televiziya işçiləri bilir. Amma mənim verişimdə 100 nəfəri geri qaytarırdım. İndiyə qədər yadımdadır, bax, Astaralıları buradan salamlayıram. Astaradan 2 avtobus adam gəlmişdi. Verişə baxmağa. Mən Astaradanam, qohumumdur. Bilmədim neyim, axırda o kadrlar ayaq üstə qaldılar, ayaq üstə saxladım onları. Ki, yəni də gəliblər, o boyda yolu gəliblər. Sonradan 2-3 nəfər getdi, nə bilim, təsir elədi, neynədi. Sonra bəzi aparıcılar da güya ki, məni bəyənmirdilər. Görə belə A kateqoriyasıdır. Mən palatka toyuyam falan bəsməkan. Oturacaqlara belə şey deyirdilər. İbrahim Tatlıses yerdə oturur. Yerdə otururdular. Yəni, bilmirəm, mən əvvəl danışmırdım, demirdim. Amma bir-iki efirdə demişəm ki, o belə özlərinin belə şey, A kateqoriya aparıcılar var. O aparıcıların biri gəlib mənlə oturub danışa bilməz. İstər Azərbaycan dilindən, istər dünya ədəbiyyatından, istər müasir çağdaş ədəbiyyatdan.
danışa bilməzsiniz axı məndən də. Yəni nə özünüzü belə şey yaparsınız? A kateqori. Hansı kateqoriyaya? Hansı kateqoriya? Gəl otur məndən danış, görüm nədən danışacaqsan? Azərbaycanın hansı da o A kateqoriyası kimdir də, nədir? Yox, Oturun. nə bilim, mənim musiqisi dostlarım var, salamlayıram mənim verişimdə. Onlar başqa verişdən, bir vaxt başqa verişdə olmuşlar. Sonradan gəldilər mənim verişimə. Yazıqlar elə olub ki, baxırlar mənə belə ki, gördüm bunlar qorxa-qorxa hərəkət eləyir. Dedim, niyə ki? Dedi, yox, bu aparıcı belə. Dedim, niyə? İndi deyir, yox, aparıcı gəlməmişdən qabaq, hamı əsirlə. Valla, sabahsı gün düşsən efirdən, heç kimsən. Yəni, efirdən düş, sənlə tamaşasını ayıran yalnız o ekrandır. Vəssalam. Yəni, sən qeyri-adi nədir? Yəni, neyinirsən? Buyunu çıxardırsan, qanatların çıxır. Yəni, neyinirsən? Yəni, niyə özü elə aparırsan? Hər kəsin bir işi var, bu da sizin işinizdə sadəcə. Sonra müğənnilərə baxdı, indi eləmirlər. Müğənnilərə tapşırdı ki, aman, Mikailin verişinə getməyib, biraz bayağılıq falan, bəs Mikail. Yaxşı, Mikail zamanında, vaxtında, tam deyirəm, bunu Şəbnəm Tovuzlu deyib dəfələrin efirdə. Mikail Elnara Abdullayevanı, Şəbnəm Tovuzlunu, Aşıq Mübarizi efirinə çağıranda bir çoxları var, indi üzdə olanlardan deyirəm. Bax elə, nəfəs də mənim verişimdə 2 dəfələr olub illər öncə. Onları mən çağıranda adımı qoymuşsunuz bayağı. Ya, indi nə oldu? Bugün Allah canlarını sağ etsin, hamısı mənim dostlarımdır. Yəni adlarını çəkdiklərim hamısı dostlarımdır və ailəvi də mənim onlarla münasibətlərim var. Balaların toyunda iştirak edirəm, balalarımın toyuna gəlirlər. Yəni sözümü tuturam o televiziyada məni qınayanlara ki, çağırmayın da indi. Adımı qoymuşdunuz bayağı, çağırmayın da. Vaxtında, ay da, 2 ay kimləri çağırır. Bugün siz efirinizdən düşmür və hətta o bəzilərini, adlarını çəkmirəm, bəzilərini öyrədirsiniz ki, ayıbdır, Mikailin verişinə getirin. Niyə? Siz qeyri-adi neyinirsiniz, güya? Yəni də. Bəs onlara neyinirdiniz? Mən heç nə eləmirdim, çünki reytingdə yuxarı idim. 12 sponsorum var idi. Oo, maşallah. 12 sponsor var idi mənim verişimdə. Yəni sonra bağlandılar verişim. Bunların təsiri oldu. Təsir oldu da. Bəs şuraya getdilər, müraciət elədi ki, bağlansın. Hətta o dərəcədə. Bağlandı verişim. Verişimi bağladılar. Verişi bağlayandan sonra təbii ki, mən də işdən çıxartdılar. Sonra məni geri çağırdılar. Dedilər ki, bəs səni başqa formatda veririk. Həmin kanal dedilər ki, geriyə gəl, amma başqa format elə. Dedim, mənim üçün problem deyil, Fikrət Əmirovdan da danışa bilərəm, Rauf Hacıyevdən də, yəni danışa bilərəm. Teletamaşadan da danışaram. Azərbaycan filmlərinin eləsi yoxdur ki, mən yəni epizod bilməyim. Elə bir Azərbaycan teletamaşası yoxdur ki, mən onu əzbər bilməyəm də. Yəni bunlar hamısını hərdən dostlar içində oturanda biz deyirlər ki, mükaf falan şeydir, mən göz yumulu deyirəm ki, bəli, odur. Yəni adlarına qədər, aktyorların, bəstəkara qədər bilirəm. Amma deyirlər ki, yaxşı, belə bir veriş elə. Təqdim elədim. Reyting düşdü oldu 0. Sponsorlar getdilər. Sponsor akademik deyil, mənim sponsorum. Mənim sponsorum hansı bir məhsulu satan adamdır. Ona da maraqlı başqa tərəfdir. Vəssalam. Ondan sonra da rəhbəri dəyişdi. Dedilər ki, bayağı Mikail olmaz. İşdən çıxartdılar, sağ olsunlar. 1 il 8 ay işsiz qaldım. Halbuki o qədər reyting verirdiniz siz onların kanalına. Mən bayağı idim də. Bunların gözündə mən bayağı idim. Öz həmkarlarınız da yəni bəzən... Öz həmkarlar elədi də, neynədir? Həmkarlar elədi. İlhamə xanım, məsələn, mən İlhamə xanımdan heç elə bir şey gözləmirdim. İlhamə Rızayeva, heç gözləmirdim. Mənim sizə çatmır. Sizi bu insanlar çox yaxından, şəxsiyyət olaraq tanıyırlar. Ümumiyyətlə, mən o maraqlıdır. İnsan olaraq, yəni aparıcılığı qoydum qırağa. Valla hamısı ilə üzbəüz görüşəndə adını çəkdiyiniz və yəni yenə deyirəm, indi ad çəkmirəm. Bir xanım qonağı oldu verilişində. O da o istəyərək olmadım. Tapşırdılar. Bir müğənni ilə bərabər getdim ki, dedi ki, bəs də dostum da o da gəlsin. İçəri girdim, gördüm, ön yargı var.
Ki yəni mən sayan yox deyə burada. Və başladım danışmağa. Ramiz Rövşəndən, Rüstəm Behrudidən, Salam Sarvandan, çağdaş ədəbiyyatımızda İlham Qəhrəmandan başladım danışmağa, 180 dərəcə dəyişdilər. Ki yəni mən tanımadan siz yəni nə deyə bilərsiniz? Ümumiyyətlə mən indiyənə qədər kiməsə deməmişəm ki, hamı ilə can demişəm, can eşitmişəm. Burada mənim işlədiyim bax hazırda kollektiv də olub. Biri deyə bilməz ki, mənim kimləsə işim olub. Demək, gülmək, şənlənmişəm. Mən heç kəslə işim yoxdur. Mən indi rayon toyları, bölgə toylarına görə güya mənim adımı qoymuşlar. Bu gün o adamlar hamısı gedib o pulların qabağında qula dönürlər, amma Mikail heç vaxt qula dönməyib. Buradan baxırlar, Gülyana xanım baxır Məmmədova, Qədir Qızılsəs və eyni zamanda biz Rusiyada toydaydıq. Və pullar yerə tökülür. Mən heç vaxt özümə sığışdırıb musiqisinin qabağından pulu götürmərəm. Amma məni qınayanlar hamısı o pulları görüb özlərini elə itirmişdilər. Elə itirmişdilər, bilmirdilər nə edirlər. Adətən doğrudan elə olur. Və yəni mən elə bildim, onlar edirdi. Nə bilim. Bəs bu toy sektoruna nə vaxt başladınız? 2014-cü ildə ilk dəfə Bakıda toya getdim. Rəhmətli Nofəl dedi ki, gedək. Çıxdım səhnəyə, başladım aparıcılıq eləməyə. Vəssalam, ondan sonra başladı. Hər şey başladı. Və istədilər də məni toya istədilər. Hətta uzun zaman da artıq gedirsiniz toya. Ayda 20 toyunuz olur. Yəni əvvəllər... Yox, indi qışdı. Yəni o toylar aprel ayı, belə yaz ayları. Olur yəni, aya 20 toy. Yox, olur. Əlbəttə olur. Maşallah. Bir ara hətta şey çıxdı ki, güya sizi toyda döyüblər, eləyiblər. İnsanlar boş qalan kimi... Yox, şimdi. O görmürlər ki, zəhmətkeş ulduzun çəkilişi də o. Görmürlər ki, o senaridir. Bəs, amma bir verişdə özünüz danışmışsınız. Moskvada hansısa toya getmişsiniz deyəsən, sizi öldürmək üçün axtarırlar. Axtardılar. Nazərin xanım məni çıxartdı. Mən salamlayıram Nazərin xanımı. Nazərin xanım olmasaydı, bəlkə də mən indi yox idim. Neynəmişdiniz? Çox imkanlı adamlar idi. Çox imkanlı adamlar idi. Yəni bildiyiniz bəy gəlin helikopterlə gəldi. Və hətta bir epizod deyim, çox bahalı bir maşın idi. Bahalı, indi markasını demirəm. Çox bahalı bir maşın idi, 2 qapılı. Bəy də uşaqdır. Evləndirir 18-19 yaşınca olar. Düşdü maşından, maşının nəsə şalvarı ilişdi. Tap bir dənə maşın belə də qapısı əyildi. Qapısı neçəyə də o 5 dənə ev almaq olar. Nəsə girdi içəri, toyda çox adamlar var. 2 quda arasında qaldım. Dedilər ki, bəs Nadir Qafarzadə Maral Maraması məşhur idi. O mahnını, mən də mikrofondan dedim, o mahnı verilsin. O birisi gəldi ki, dedi, mənim anam oynayırdı. 2 qudadır, indi quda. Dedi, mənim anam oynayırdı. Bəs kim saxladı mahnını? Dedim ki, mən saxladım. Sən nətər saxladın? Getdi, fırlandı. Gördüm ki, yəni silah falan, aləm qaçacaq. Sonra getdim mətbəxə, gördüm axtarırlar məni. Mənə dedilər ki, çatdırdılar ki, onlar səni vurmaq istəyir. Tez Nazərin xanım Ömürgün yoldaşına işarə verdi. Ömürgün yoldaşı məni gətirdi, düşürdülər aşağı. Tez taksi ilə getdi, bildi ki, məni gəlib oteldə də tapacaqlar. Oteldə tapdılar, tapdılar yox, dəyişdilər, getdi şeyə, bilet almağa. Həmin gündə məni aradan çıxartdılar. Sağ olsun Nazərin xanım, valla. Belə şeylər də varmış Nazərin xanım. Nazərin olmasaydı. Siz də başı bəlalısınız Mikail bəy, valla. Özüm bilmədim. O Fantotsi'ye kim Robinson'u oynayan aktyor bir Fantotsi'de serial kimi var. Köhnə bir filmdir. O yəni başına, yəni heç nədən başına gəlir də. Yəni eləmir o heç nə, amma başına gəlir də. Mən də neyinirəm ki? Məncə insan ürəyi təmiz olanda doğrudan belə şeylər çox baş verir. O çox bilmiş biz insanlar var. Valla onların başına heç nə gəlmir. At övbə, heç nə gəlmir. Mən görməmişim ki, onların başına nəsə gəlsin. Həmişə təmiz insanlara nəsə olur valla. Başlarına nəsə gəlir, belə macəralar. Bəs televiziya sizə nə verdi, Mikail bəy? Qazanc. Neçə il yəni sərf etdiniz? Sadəcə qazanc, hə? Yox, niyə ki? Tanınmaq,
ümumiyyətlə mənim həvəsim olub axı televiziyaya. Mənim həvəsim olub. Deyirəm də oradan adamı gərək nəsə bəxti gətirsin. Bir dəfə də öz-özümdən həvəsləndim, universitetdə oxuyurdum. İndi istəmirəm o diktorun adını çəkim. Amma bəxti adamda gərək bəxt olsun da. Gəldim Dövlət Televiziyasına ki, həvəsləndim. O vaxt Rafiq Həşimov xəbər proqramı aparırdı. Mən də həvəslənirdim, qəzetləri falanları oxuyurdum. Dedim gedəcəm. Girdim qapıdan. Heç nə xəbərləri olmadı. Əslində yoxlayıb qapıdan keçdim. Bəxtim gətirdi, başları qarışıq oldu. Doğrudan keçdim televiziyanın içinə. Sən demə, bu radioymuş, bu tərəfə gedən yol. Və mən də həvəslə gəldim, gedib bir üzü gülər, biz bunu görmüşük. Mən elə bilirəm ki, həmişə bunu görmüşəm ekrandan. Elə bilirəm ki, mənim dayımdır da. Yəni mən istədiyimdə həm gülər üz görmüşəm. Sən demə, iç üzü başqaymış. Allah rəhmət eləsin. Gəldi belə dedi, sən kimsən? Mən də gülər üzdən dedim ki, mən istəyirəm təcrübə keçim, sizdən öyrənim. Belə dedi ki, səni kim göndərib? Dedim, heç kim. Çıx, qapını da bağla. Çıx. Bir ruhum öldü. Ona qarşı olan bütün ümidlər. Dedim, adam gəl bəxti gətirsin də. Ondan sonra getmədiniz oraya, yoxsa? Küstüm, yox. Qapını örtdünüz, getdiniz. Allah rəhmət eləsin. Sabir Axundova. Elə yenə öz başına getdim. Sabir Axundovun yanına. Zamirə xanımı salamlayıram. Biz də Space-də də bir çalışmışıq. Orada sağ olsun. Allah rəhmət eləsin. Yəni məni qəbul elədi. Dedim ki, Sabir müəllim. Mən sadəcə, mənə heç kəs tapşırmayıb. Mən sizdən öyrənmək istəyirəm. Mənə mətnlər falan verdi. Getdim, öyrəndim və vəssalam. Sonra getdim əlbəttə. Mikail bəy, ilk maaşınızı xatırlayırsınız? $50. Dollarla. O pul necə şirin olar? O pula mən getdim, müzik aldım. Bax, mənim iş yoldaşlarım Soy Production'da bax, Günay ilə bərabər getmişəm. Babayeva Günayla. Günay izləsə deyəcək. $50 aldım. Uşaqlıqda mənim beynimdə qalmış. Axı, mənim maşın vurub. Beyin travması keçirmişəm. Həmin gündə bizim pulumuz olmayıb deyə anam nişan üzüyünü satıb. Mən də getdim həmin $50, üzüyü aldım, verdim anama. İlk maaşımdan. O həmin vaxt ananızın üzünü görmək istəyərdim doğrudan da. Necə qürur duyub. İlk maaşı idi də. Hal-hazırda televiziyada varsınız, yoxsa? Varam, Kanal S-də çalışırım. Nə gözəl. Aparıcı olaraq da? Bəli, bəli. Amma Soydan artıq uzaqlaşdınız. Neçə il öncə uzaqlaşdınız? Soy Production'dan 2010-cu ildə. Amma sizə onu deyim ki, ən reytingli, yəni belə deyim, proqramları doğrudan sizin dövrdə olub. Siz yazdığınız dövrdə. Sonra niyə çıxdınız ki? Çox qəşəng anırdı. Yox, çıxdım deyəndə mən belə deyim, daha çox pul qazanmalıydım. Ona görə. Ailə qurmuşdum və bilirdim ki, aparıcı kimi də yəni daha yaxşı olar. Mən buradan cənubları salamlayıram. Füzuli müəllimi salamlayıram. Onlar olmasaydı da mən Sevimli şounu qura bilməzdim. Çünki televiziya maliyyə ayırmırdı. Mənim boynumdaydı. O da təsadüfi oldu. Mən aparıcıydım, olduğu kimi veriliş var idi, onu apardım. Sevimli şounu aparmırdım. Qalmaqallı veriliş falan belə şey yapardım. Getdim bir süfrə arxasında əyləşiblər. İndi restoran adını çəkmirəm. Mən də elə belə də, yəni belə dostlarla əyləşmişəm. Çağırdı məni yanına. Dedi ki, bəs sən baxıram, nəm qalmaqal, Hüseyin Dərya, nə bilim, gəldi, qalmaqal oldu. Dedi, sən niyə belə geniş bir şov aparmırsan, sən belə həvəsli. Mən də boşuna verirəm ki, kimdir bu, məni danışdırır. Dedi, bəs Cənub Masaldanam mən falan. Mən dedim, mənim də laf gözəl. Dedi, xərci borcu nə qədər edir? Denən sənə bir veriş açaq. Yenə mən ciddi almıram ki, o qədər adama deyirlər ki. Dedi, zəng elə. Mən də zəng elədim. Dedim, bəs şov yaratmaq istəyirəm, səhnə falan. Dedilər, 18.500 manat. Mən də dedim, 18.500. Füzuli müəllim. Yanında da yadımdan çıxdı o oğlanın adı. Yadımdan çıxdı. Xaliq də elə bir bacı oğlu kimidir yanında Füzuli müəllimin.
Bizim mənim restoranda yox da. Mən də kənarda. Dedi Xalid get mənim maşınımdan əmanət gətir. Yenə deyə bilirəm yuxu görürəm mən. Kimdir bu məni tanımır indi görüb mən kiməm ki mən? Bir beylik aparıram da. Dedi sənin danışığın falan xoşuma gəlir. 20.000. Dedi qalanda qalsın get veriş aç. Getdim Seviniş onu açdım. Bəli, dekoru öz cibimə, özüm açmışam. Dedim bəs geri qayıtama dedi yox. Dedim ümumiyyətlə get aç verişi. Veriş açılana qədər də istəyirsənsə sənə bilet alım get 1-2 yeri gəz. Yenə də yuxu gəlmir. Göndərdi məni Türkiyəyə. Sonra göndərdi məni Birləşmiş Ərəb Əmirliklərinə get gəz. Cibimə pul qoydu. Dedi yəni də o insan da yəni dedi get elə. Heç nədən. Ondan sonra bu verişi açdım. Neçə müddət getdi Sevinmiş ol? Çox 2013-cü ildə imkan versəydilər, indiyə qədər gedəcəkdi. O qədər təl vurdular, o Niyə qədər. imkan vermədilər? Mən olmaraq da. İndi bu dəqiqə efirdə gedən verilişlər o qədərmi belə A kateqoriyası? Nə bilim, dəqiqə başı zəng gəlirdi, bizdə zəng gəlirdi. Yığışdırın onu, yığışdırın verişi, yığışdırın. Yəni niyə? Hətta indi güya nədir ki, indi ancaq çıxırlar, kişilər efirdə ağlayırlar. Bunun bir neçə demişəm. Ay, həyat yoldaşım yoxdur, arvadımı axtarıram, çox üzr istəyirəm ifadəmə görə. Yəni bunlar daha mı reytinglidir? Nə bilim, bilmirəm. Mən o maraqlı Yəqin ki, doğrudan da. Yəni bunlar bu verişlər reytinq verir. O nə bilim, reytinq amma yaxşı idi sizcə? Yox, yaxşı idi. Yaxşı idi. Deməli, Ərkilan Bayramov salamlayıram. İndiyə qədər yadımdadır. Ərkilan Bayramov bir verişdə qonaq olub, həmin dönəmdə. Amma verişdən qabaq istərsiniz qulaq yoldaşı olub ki, deyir ki, aləm dəymişdi bir-birinə ki, bir veriş açmaq istəyirdilər populyar bir kanalda. Həmin kanaldaymış. Mən də onda Space-də. Və layihəni eləyənlər deyiblər ki, Mikaillə eyni vaxtda salmayın, çünki Mikail bizə vuracaq. Yəni bunun da fərqində olublar əslində özləri. Əlbəttə ki. Bəs indi hal-hazırda məsələn televiziyalarda nə çatışmır? Yo, bir şey də deyim, o vaxt bir nəfər müsahibə vermişdi. Demişlər ki, Mikailin verişi niyə bağlanıb? Aha, hə. Və oradan cavab gəlmişdi ki, var. Axtarsa adından çıxacaq Google-da ki, Mikail əhalidə qızıq yaradır. Hansı əhali? Adım belə qoy verişi bağlanırlar. Hansı qızıq yaradır, neynirəm? Yəni nə? Hətta yox, hamı sevən də var, sevməyən də var. Yox, qızıq yaradıb neynirəm? Yəni adamı onda uzaqlaşdırırlar ki, qeyri-etik danışar, danışa bilməz. Nə bilim. Vallahi bu dəqiqə elələri də yığıblar efirə, vallahi. Yəni Danışıq. bəlkə mən rus sözlərindən istifadə edirəm, bəlkə mən Azərbaycan qrammatikasından kənar danışıram. Amma şükür Allah, indi iş yerimdən çox razıyam. Rəhbərliyimdən çox razıyam. Sizcə saxtakarlıq var? Saxtakarlıq deyə bilmərəm. Amma ölçüsü odur ki, məsələn, əgər mənə baxmırlarsa, mən Azərbaycan bölgələrində toylarda oluram. Toy idarə edirəm. Toyda da bir 500 adam var. Mən hər toya gedəndə əgər verişdən danışırlarsa və dünən belə elədin var idisə, demək ki, baxılır. Mənim üçün budur. Təbii ki, indi reytingdə bilmirəm də, yəni ki, kimisə ittiham eləyim bilmədən. Amma hər halda, amma bir şeyi mən deyirəm, əgər belə deyək də, deyirsizə belə ki, reyting falan. Və mən bəstəkarlardan özdə verişimi iş qonağında Samir Cəfərov oldu. Respublikanın xalq artisti. Tofiq Quliyevlə başladım. Ay reyting verən day-day. Bəs belədirsə, onun reytingini yüksək verərdin də. Ki, onun reytingini yüksək verərdin. Sponsor da baxardı ki, bu cür verişlər reyting verir, bu cür verişlərə maliyyə ayrılsın. O cür verişə maliyyə ayırmaz axı sıfır reyting göstərəndə. Eynən. Bir şey, adi bir şey, belə deyək, o sosial şəbəkə var. Bəli. Bir arzum var ki, sosial şəbəkələr bağlansın. Niyə? Çünki bu sosial şəbəkə ailəmi qatdı bir-birinə. İlla ki TikTok. Kimin əlinə telefon düşür? Yox, TikTok. Deməli, mənim köməkçim biraz böyük alınmasın, paylaşır da, yəni deyir ki, TikTokda bir
Ramiz Rövşəndən, nə bilim, maraqlı bir şeir deyirəm. Aha. İzləməsi olur 700-800. Amma gələn qonaqlarla verilişin ortasında özüm bilə-bilə eləyirəm. Başlayıram oynamağa. Onu da paylaşıram 100.000. Nədir bu? Hə də görürsən cəmiyyət doğrudan buna mı ehtiyac duyur? Bu maraqlıdır mənə. Cəmiyyətin valla elə mən bura gələndə bugün çəkilişə gələndə efirdən dedim bu Amir var o mamana demə. Məmişxandı falandı. Mən o efirə icazə vermədim. Gəldi efirə icazə vermədim. Bu indi canlı efirdə onu demişəm. Gəldi efirə icazə vermədim. İlk dəfə şoka düşdüm ki bu nə mahnıdır. Yəni hanı bizim qulağımız? Hanı bizim zövqümüz? Hanı bu mamana deməydim. Ya mən o dedim ki gəlirsənsə məni ver. Ona görə buraxmadım. Dedi ki mən o saqqal falanla gələcəm. Dedim elə gəlmək istənsə oğlumun 8 yaşı var. Get onu güldür. Yəni o çizgi film obrazıdır. Get ona elə verişdə mən sən nətər göstərim ki bu cəmaət mən onu eləsəydim. Reyting odur. Yox, mən onu eləsəydim. Məni yıxıb indi sürüyəcəkdilər ki Mikail zövqsüz. Mən onu buraxmadım da efirə tərifləyin indi mən. Amma valla onu çağırsaydınız daha çox reyting verəcək. Verəcəkdi. Yəni deyirəm ki yox, çağırdılar amma yaxşı da bax mən efirdən də dedim ki ay cəmaət mən buna görə buraxmıram efirə. Niyə biriniz yazmadınız? Biriniz. Yox, niyə biriniz yazmadınız? Öz canlı efirdən dedim ki bax Amir gəlib Məmişxan kimi çıxmaq istəyir. Mən onu efirə buraxmıram. Get. Tərifləyərdiniz də məni. Yox, bir dənə bir şey olsaydı. Sonra bir aranjmançı var. Yaşına başına da hörmət eləmir. İllər öncə baş verib bu. Bir də gördüm ki şey eləyir. Təbliğat aparır. Bu saytda yazışır onda. Saytın adı yadından çıxıb. Yazışma gedir. Sonra da mənə dedilər ki mən və deyir ki müğənnilərə ay müğənnilər üzümü tuturam sizə Mikailin verişinə gedməyin gedirsinizsə gedin indi adlar çəkir də filan kəsin verişinə filan kəsin o nə səviyyəsiz falan başqa adına buna zəng elədim. Halbuki İlqar Sahilin bir çox olan aranjman eləyir. Başqa adına zəng elədim güya müğənniyəm. Başladım bundan danışmağa. Dedim mən konservatoriyada oxuyuram. Başladım bundan solfejiyandan danışmağa. Güya tələbəyəm. Bu heyran olub mənə. Bilmir Mikailam. Bu heyran olub mənə. Telefonla danışıram. Güya adım Mehdidir. Bəs sən nə dəhşət musiqini bilirsən, amma mənəm Mikaildir danışan. Dedim bəs mahnı aranjman eləmək istəyirəm, gəlim sizə. Dedi gəl bizə. Qabağa çəkdim. Nəyin ki baxacaq və qorxmuram da, yəni neynəyəcəksən mənə sən? Zaten gəldim sən mənə neynədin ki? Qorxundan bilmədin neynəyəsən. Papağı çəkdim başıma, ünvanını öyrəndim, getdim, qalxdım. Onunla da danışa. Deyirəm ki, Mikailin verişində niyə çıxmıyım? Məni day belə sürüyür, kimdə o səviyyəsi mənə danışa? Səviyyəsiz, nə bilim, nə kimdə o geridə qalmışdım. Mən də bundan Mehtadi, eyni vaxtda Mehtadi ilə danışıram bundan. Heyran eləmişəm. Nina Rota'dan, Ennio Morricone'dan danışıram. Bunu heyran eləmişəm əsərlərdə. Getdim, kepkanı qaldırdım. Dedim, bax, gəlmişəm. Cavabımı ver. Sənlə telefonla danışan mən idim. Boşda bir əsməyəcə, həyat yoldaşı da evdə idi. Dedim, bilib-bilmədən nə danışırsan? Dedim, sənə dərs deyərəm, mən. Sən aranjmancıya, mən dərs deyərəm. Sən nə danışırsan? Get birinci nəysə. Doğrudan bu insanlar, nə bilim, keçən səfər birinə də hətta deyəsən sizin haqqınızda nəsə belə əlaqəsiz bir şey yazıb, getmişsiniz onun evinə. Bəli. Bir də Sumqayıta getmişəm. Bu əskərlikdə olan. Bəli. Necə olmuşdu? Nə yazmışdı o sizin haqqınızda? Yazıb ki, şeydir, heyif, belə, bilməm bunu demək olar yoxsa yox, bəs qeyrətsiz falan, hərbi xidmətdə də olmayıb, onun kimlə hərbi xidmətdə mən Füzuli rayonunda olmuşam, Alxanlı kəndində olmuşam, düşmənlə üz-üzə olmuşam, düşmənlə üz-üzə. Yəni, hərbi biletim də var, hərbi xidmətim də eləmişəm. Sən bilib-bilmədən məni, necə deyə bilərsən ki, pis bir şey yapmış ki, filan yerdə gizlənib,
əskəriyə getməyib, onun üzündən yağır. Mənim üzümdən nə yağır ha kişi? Getdim Sumqayıta, qapılarını döydüm, öyrəndim qapılarını. Qapılarını döydüm, atası çıxdı qapıma, yaşlı kişi. Dedim, oğlunlar da dedi, hərbiçidir. Demək, Qazaxlarında hərbi hissələrin birindən. Dedim, zəng eləyin oğlunuza. Bu da qorx, dedim, qorxmaqsa qapı. Zəng elədim, dedim, mən filandır da, nömrəvi axtarını tapmırdım. Sən mənə nə ittiham edirsən? Gələrəm Qazaxa sən də, yəni, mənə niyə ittiham edirsən? Bilmədim, niyə? Necə deyə bilərdi adam bunu? İnsanı həddə çatdırırlar. Və hətta bu yaxınlarda bir dəbdəbəli şadlıq saraylarının birində toya düşdüm. O toydan bir 15 gün öncə toy geriyə gəldi, qayıtdı. Geriyə gəldi. Ev sahibi məni istəyir, administrator qoymur. Ki, olmaz, bizdə elə aparıcılar gələ bilməz bizim restoran. Kateqori adlar çəkir. Bizdə bunlar olar. Bunlar da deyir, ay bala, mən Mikail istəyirəm aparsın da. Yəni, Mikail nədir? Yəni, kimdir Mikail? Niyə olmaz Mikail? Nəsə getdim, düşdüm o dəbdəbəli restoranlara. Toyun yəqin ki, baxacaq. Toyun sonunda həmin administrator mənlə dostlaşdı və dedi ki, şokdayım, bəs sən mənə niyə belə tanıtdırmışdılar? Dedim, kim tanıtdırmışdı? Dedi, aparıcılar. Dedi, sən o aparıcıların 100 qatın verdin cəmaata. Yəni, danışığından, səlis danışığından, geyimindən, ərkanından, ədəb ərkanından, nə bilim. Deyir, amma onlar deyir, sənə qarşı kampaniya aparırlar ki, ay, yox, kətçi deyə o, falan dedi. Kətçi olandan olar. Hə də, yəni, kətçi olandan olar. Halbuki mənə kətçi deyənlərin özləri bilmirlər ki, mən Bakının Əmircan kəndində doğulub böyümüşəm, 45 saylı məktəbi bitirmişəm Nərimanov rayonunda, yəni mən Bakıda anadan olmuşam, Bakıda böyümüşəm, yəni siz xəbərdar olmayanda Bakı küçələrini siz bilmirdiniz, köhnə adından Mikail Paloxini tanıyırdı, Papanini tanıyırdı, siz yəni ön yargıya görə həmişə məni yıxıb sürüyüblər. Siz çox kitab oxuyursunuz, çox mütaliə edirsiniz bildiyimə görə. Və bir sizə maraqlıdır, sizi bu tənqid edən kütlə var. Bu aparıcılar mı deyim, nə bilim, normal cəmiyyət. Bunlar görürsən sizin qədər kitab oxuyurmu ümumiyyətlə? Yox, biraz özünə heykəl qurmaq olur. Vallahi birini də oxumayıblar. O kitabın birini də oxumayıblar. Mənə görə tora salmaq istədilər bu yaxınlarda. Ki, filan yerə çağırıblar. Bilirdim axı ki, məni buradan. Bir nəfər başladı ki, Freud nəzəriyyəsi falan. Tutdum səhvini, dedim, əkidin nə danışsan, hansı nəzəriyyədən danışırsan. Bir qoydum qabanı və bilmədi o neynəsin və durdu, çıxdı, getdi. Və halbuki mən gələnə qədər, bir dəfə də bir şey olub. Qobunda da bir vaxt yoxdur. Elnara Abdullayevadır. Çağırıblar, 20 yanvarda bir restoran var ora ki, toy danışırlar. Mənim verişimdə olan ansamblda o toyda olacaq və ansamblın rəhbəri rəhmətli Nofər deyib ki, elə aparıcı da Mikail olsun, buna da təsir ediblər başqa aparıcılar. Bu da Qazaxstandan gəlmiş, Qırğızstandan gəlmişdi. Həmin toy sahibi Bakıda toy eləyirdi. Deyirlər ki, ay qardaş, mən ziyalı adamam, Mikailin mənim verişimdən, toyundan nə işi var? Elnar Hamzat dedi ki, yox, qardaş, siz səhv tanıyırsınız. Yox, deyir, mən ziyalıyam, mən Qırğızstanda universitetdə dərs deyirəm falan. Gəldim ondan, oturdum, Çingiz Aytmatovdan tutmuş, Markesdən tutmuş, hər şey qədər danışdım və həmin kişinin ondan sonra bütün qohumların toyunu mən idarə elədim, evladı başda olmaqla. Və sonradan öyrəndim ki, ona da digərləri deyiblər ki, yox, ayıbdır. Mənə adımı elə qoymuşlar ki, ayıbdır, Mikail olan yer ayıbdır da, ayda, geridə qalmışdıqdır. Geridə qalmışdığa bax, Valla, başqalarına, yəni, tanıdıqları üçün bəlkə də şeyləri çox boş düşüncədir. Hal-hazırda da kitab oxuyursunuz da. İndi, yəni, son dönəmlərdə oxumamışam, son dönəmlərdə, amma belə deyil, son 1-2 ilə qədər pandemiyada yenidən başladım. Oxuma yenidən. Çox təşəkkür edirəm Mikail bəy, gəldiyiniz üçün. Doğrudan sizinlə söhbət, oradan işarə eləyirlər, Rəşad bitir, çox vaxt getdi. Çox maraqlı idi doğrudan sizinlə söhbət. Çox təşəkkür edirəm gəldiyiniz üçün. Siz sağ olun, var olun. Özünüz olduğunuz üçün və
sizi yaxından tanıma imkanı verdiyiniz üçün bizə çox təşəkkür edirəm. Mən sizə. təşəkkürümü bildirirəm. Çox xoş oldu. Həqiqətən zaten məni ki dəvət eləyəndə elə doğma insanlar dəvət elədilər ki, mən artıq illərdir ki, belə deyək də, bir müəyyən bir müddət idi ki, tanıyırdım və bu səmimi ortam olacağını bilirdim. Yəni həqiqətən çox razı qaldım və əsas da həmsöhbət olduğum aparıcı və dırnaq arası o qədər aparıcılar olur ki, çağırıblar belə də, yəni biz bilmirəm səni özümü necə aparasan, necə edirsən, ya qardaş mən neynim görəsən, amma burada mən özüm oldum, çünki burada həqiqətən biz özümüzük. Çox Təşəkkürlər. Minnətdaram. Və təbii ki, böyük təşəkkürlər M-Mediaya düşür, M-Media Azərbaycan, var olun və mənə elə gəlir ki, M-Media adı bundan sonra harda çəkilsə, hər kəs söyləyəcək ki, orada peşəkarlıq var, orada səmimi ortam var. İzləməyə dəyər. Sizə də təşəkkür edirəm dəyərli izləyicilər. Dəyərli zamanınızı bizə ayırdınız, bizimlə bir yerdə oldunuz, bizi izlədiniz. Bu arada sizin üçün bir şey qeyd etmək istəyirəm. Forum Bakı səhifəmiz var, dostlarımızın səhifəsidir, Telegram səhifəsidir. Əgər bir işə ehtiyacınız varsa, insanlarla ünsiyyət qurmaq istəyirsinizsə və ya başqa insanların işlərindən yararlanmaq istəyirsinizsə, Forum Bakı Telegram səhifəsinə müraciət edə bilərsiniz. Çox təşəkkür edirəm bir daha hər birinizə. Bu həyatda kim olursunuz olun, nə olursunuz olun, əsas odur ki, özünüz olun.